Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bugün müəllimləri və dövlət sektorunda çalışan minlərlə vətəndaşı maraqlandıran vacib bir mövzudan danışacağıq. Sual belədir: məktəbdə işləyən müəllimin anası daimi qulluq tələb edən əlildir. Müəllim anasına qulluq göstərdiyinə görə dövlətdən 100 manat müavinət alır. Belə olan halda həmin müəllim əmək haqqısından tutulan gəlir vergisi ilə bağlı hər hansı güzəştdən yararlana bilərmi? Bu məsələ ilə bağlı verilən rəsmi açıqlamaya əsasən müəyyən hallarda belə bir vergi güzəşti nəzərdə tutulur. Lakin bunun üçün qanunda göstərilən şərtlərin yerinə yetirilməsi vacibdir. Azərbaycan Respublikasının vergi məcəlləsinin 102-3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61%-dən 100%-ə qədər pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, həmçinin əlilliyi olan uşaqların, eləcə də daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81%-dən 100%-ə qədər pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin öz istəyi ilə əmək gəlirindən vergi tutularkən aylıq gəliri 200 manat məbləğində azaldılır. Bu hüquq yalnız valideynlərə deyil, eyni zamanda həyat yoldaşına, himayəçiyə və ya qəyyuma da şamil edilə bilər. Əsas şərtlərdən biri həmin şəxsin əlilliyi olan vətəndaşa faktiki olaraq baxması və onunla birlikdə yaşamasıdır. Bu o deməkdir ki, əgər müəllim anasına daimi qulluq göstərirsə, onunla eyni ünvanda yaşayırsa və qanunda nəzərdə tutulan əlillik dərəcəsi tələblərinə cavab verilirsə, həmin müəllim əmək haqqısından gəlir vergisi hesablanarkən aylıq 200 manatlıq vergi güzəştindən istifadə edə bilər. Burada diqqət yetirilməli olan digər vacib məqam isə 100 manatlıq qulluq müavinətidir. Vergi məcəlləsinin 102.1-4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri, dövlət pensiyaları, dövlət təqaüdləri, əvəzsiz dövlət köçürmələri, dövlət büdcəsinin vəsaiti hesabına verilən birdəfəlik ödəmələr və qanunvericiliklə müəyyən edilmiş digər dövlət yardımları gəlir vergisindən azaddır. Bu səbəbdən anaya qulluğa görə ödənilən 100 manat dövlət müavinəti gəlir vergisinə cəlb olunur. Yəni həmin vəsaitdən vergi tutulmur və bu ödəniş müəllimin vergi öhdəliyini artırmır. Lakin 200 manatlıq vergi güzəştinin tətbiqi üçün mütləq qanunda göstərilən bütün şərtlər yerinə yetirilməli və zəruri sənədlər işə götürənə təqdim edilməlidir. Əgər tələb olunan sənədlər təqdim olunarsa, işə götürən gəlir vergisini hesablayarkən bu güzəşti tətbiq edə bilər. Beləliklə, nəticə olaraq demək olar ki, müəllimin anasına görə 100 manat qulluq müavinəti alması özlüyündə vergi güzəşti yaratmır. Vergi güzəştinin tətbiqi üçün əsas meyar daimi qulluq tələb edən əlilliyi olan şəxslə birlikdə yaşamaq, ona qulluq etmək və vergi məcəlləsində nəzərdə tutulan əlillik dərəcəsinə uyğunluğun təsdiq edilməsidir. Bu şərtlər ödənildiyi halda müəllim aylıq gəlirindən 200 manat məbləğində vergi güzəştindən yararlana bilər. Qanunvericilikdə dəyişikliklər ediləcəyi təqdirdə yeni qaydalar qüvvəyə minə bilər. Buna görə də vətəndaşlara rəsmi dövlət qurumlarının açıqlamalarını və qüvvədə olan qanunvericiliyi izləmələri tövsiyə olunur. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bu kimi hüquqi, sosial və iqtisadi mövzularla bağlı operativ məlumatlar üçün kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın.